Sonuncu dəfə sizə video paylaşandan sonra elə bir dərəcədə xəstələnmişəm ki, heç nə eləməyə halım olmayıb. Heç bir şey görməmişəm bir gün ərzində evdə. Ona görə də evin halına baxın bir dənə. İpdən paltarları belə yoldaşım yığıb atıb bura. Bir barmağımı qaldırmağa belə halım olmayıb. Bugün biraz özümü yaxşı hiss eləyirəm. Çox yox, azdır. Ona görə başlayayım biraz evləri səlqə salım. Bir dənə stəkan belə yoxdur ki, su içməyə. Yeri yığdım. Kim deyər ki, mən bir gündür ki, halsız olmuşam. Bir gündür bu evə əl vurmamışam. Düzdür, bu xalçada çox yığır, toz filan. İndi keçin bu paltarları sərgiyə salım. Paltarlar da bükdüm, bunları yerbəyil eləyəcəm. Bu otaqla qutardım hələlik. Əgər halım olsa, qaydacam, tozları filan da alacam. Tozludur çünki hər yer. Halım olmasa, ancaq yer yığış belə böyük bir şeydir mənim üçün bu dəqiqə. Hər yer paltarla doludur. Elə bir neçə gündür ki, mən heç yerə əl vurmuram. Buranı da səlqəyə saldım. Hər otaq bitdikcə elə rahatlaşıram ki. İndi keçirəm o bir otağa. Sizə qısa gəlir. Nə qədər paltar falan buradan yığmışam, eləmişəm. Tozsoran falan yox amma. Dəhşət. Həqiqətən dəhşət. Qəşəng hava var çöldə. Burada bitdi bitməyinə. Amma gözüm elə qorxur ki buradan. Buradan gözüm qorxur. Yəqin ki bura 2 saat falan lazımdır ki mən buranı düzəldim. Hələ bu lüqolla boğazımı 3 dəfə silmişəm. Bu da olmasaydı yəqin daha ağır keçirdərdim. Həkim də belə bir dərman yazdı. Çünki olmazdı əslində mənim qrip tutmağım. Amma son anda neyniyək? Tuttum qismət. Buranın belə bitdiyini inana bilmirəm. Enerjim artdı buranı belə görəndə. Malina qoymuşum. Bir dənə malinalı çay içim. Özümə gəlim. Bu da malinalı çayım. Oturum biraz dincəlim bunu içə-içə. İşimi bitirdim deyə qayıtdım indi təkrar otağa. İndi isə pastellər dəyişdirirəm Hüseynin. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Burada artıq səhərsi gündür, həmən gün toz soran falan eləmədim. Evi necə varsa elə qoydum, yatdım. Çünki heç cür bədənimdə güc tapa bilmədim ki, durum iş görüm. Burada isə artıq səhərsi günü sübdəndir. Otaqdan yavaşca yatıblar deyə dəftərlərimi, qələmlərimi, canamaz, namaz paltarı falan götürürəm, gedirəm qonaq otağına. Belə video çəkəndə belə sürprizlər olur. Hansı ki yoldaşım axşam şokoladla çay içib, qaşığı da qoyub bura sağ olsun. Dəftərlərimi falan hamısını qoydum, keçdim hansı ki mən dişlərimi yuyum, ondan sonra dəstəmazı alım, bir dəfəlik çıxım, gedim namazımı qılım. Namaz qılanların elə bilirəm ki, ən böyük problemi dəstəmaz almaqdır. Dəstəmaz əgər olsa, hamı namazını vaxtında qılar, deyər ki 5 dəqiqəli idi onsuz da. Yəni çox vaxt deyirlər ki, namaz qıla bilməyənlərin problemi dəstəmaz almağa ərinməkdir. Hələ, məsələn, sübh vaxtı durasan, özdə qış vaxtı, gedəsən isti su biraz gec gələ, buz kimi suyla dəstəmaz alasan, o hələ. Yəni, hər adamın həqiqətən işi üçün deyil. Elə adamlar var ki, bilə-bilə gedirlər, buz kimi suyla dəstəmaz alırlar ki, savab olsun. Onlar dəli deyirlər, təbii ki, onlar işin tüklərini, sirrini çözüblər. Çünki nəyə qurban verdiklərini çox gözəl bilirlər. Bəzi günlər deyim ki, digər günlərdən daha çox həvəsim olur ki, istəyir Allaha məktub yazmaq, istəyir Allahla söhbət eləməyə, bəzi günlər daha çox həvəsim olur. Bugünsə həmən günlərdən biridir. Çox gözəl bugün dua elədiyimi düşünürəm, ürəkdən eləmişəm. Hətta həmən vaxtı dua eləyəndə gözüm də dolursa, deyirəm ki, hə, bu dua ürəkdən oldu. Bu dəftər də axşam yatanda yazmışam, qoymuşam mətbəxə. İndi baxıram ki, mətbəxdə qalıb. Elə dua etmək dedim, ağlıma gəldi ki, bəlkə dua etməkdən danışaq. Çünki axırıncı videonun son sözləri belə idi ki, düşünürəm ki, insan dua etməklə hər şey əldə eləyə bilər. Mən son illərdə fikir vermişəm ki, bizim dua etməklə bağlı təbii ki, hamının aid deyil, hamıya aid deyil bu, amma bizim ümumilikdə dua etməklə bağlı bir problemimiz var. Yəni dua edə bilməmək üçün bir problemimiz var. Çünki heç fikir vermisiniz, dua etməyə otururuq, amma elə bil ki, sözlər boğazımızda ilişib qalır. Çox vaxt dilimizdə hazır sözlər var, amma ürəyimizdən gələn
deyilən sözlər olmur. Belə fikirləşəndə görürsən həqiqətən də həm gülməlidir, həm də ki çox qəribə bir şəkildə həyatımızda çox problemlərimiz var, amma biz bunu dua edə bilmirik. Yəni dilimizə gətirə bilmirik və yaxud dua etmirik. Deyirik Allah bizə niyə vermir? Amma oturub dərindən düşünəndə heç normal dua eləyə bilmirik axı. Əshabələrin, peyğəmbərlərin falan həyatına baxanda görürsən ki, hətta belə bir hədis də var ki, ey Musa, ayaqqabının bağını belə məndən istə. Yəni onlar həqiqətən də ayaqqabılarının bağını belə Allahdan istəyirdilər. Böyük bir şey istəyəndə də bilirdilər ki, onlara verəcək olan Allahdır. Kiçik bir şey istəyəndə də bilirdilər ki, onlara verəcək olan Allahdır. Burada da ürək sözlərimi demək olar ki, bir 3 səhifə yazdım. Çox ürəklə yazdığımı düşünürəm. O qədər sevinirəm ki, belə ürəklə yaza biləndə. Çünki həqiqətən də yaza biləndə, yəni yaza bilməmək kimi bir şey olur. Götürürsən əlvə, yəni nə dua eləyə bilmirsən namazda. Gəlmir də, normalda istədiyin şeylər həmin vaxtda ağlıva gəlmir və yaxud dəftəri götürsən əlinə, hamısı yaddan çıxır. Yoldaşıma işə getmək üçün yemək hazırlayacağam. Həm kartof eləyəcəm, həm də bu toyuqları qızardacağam. Dəftərimi də yazdım, bitirdim. Belə səhərlər toyuq filan eləyirəm ki, kartof qızarmışı toyuq eləyirəm, asan da olur çünki yoldaşım üçün. Daha sonra çayı dəmləyirəm, səhər nə yeyəcəksə onu hazırlayıram, daha sonra yoldaşımı oyadıram. Qayıdaq dua mövzusuna. Dua etmək düşünürəm ki, istər qəbul olsun, istər qəbul olmasın, o qədər insanı rahatlatan bir şeydir. Çünki özün kim olursan, məsələn, kiməsə dərdini danışanda və yaxud kimdənsə nəsə istəyəndə biz götürürük də kimdənsə nəsə istəyirik. Halbuki əlimizi açsaq, kainatın sahibindən, yəni ondan artıq zəngin, ondan artıq hər şeyi ol desin, olsun. Kim var ki? Amma biz məsələn müdürdən istəyirik, biz sağımızdan, solumuzdan istəyirik, biz biraz yüksək mövqe sahibindən istəyirik və yaxud başqa səbəblərdən istəyirik. Amma əlimizi aça bilsək Allaha, yəni ondan artıq verəcək bir adam yoxdur ki. Həm də elə bir şey var ki, Allaha dua edəndə onu deyirəm ki, yəni olsun və yaxud olmasın. Elə bir rahatlıq gəlir ki adama. Çünki özün kim olursan onun qarşısında, bilirsən ki, həmin hansısa bir insan sən nəsə danışsan, səni hardasa qınaya bilər və bəzi şeylər danışırsan, bəzi şeyləri danışmırsan. Amma Allah qarşısında tamı-tamına necə varsansa elə olursan. Çünki bilirsən ki, sənin qarşında səni qınayacaq bir adam yoxdur və yaxud sən dua edəndən sonra fikri dəyişəcək bir adam yoxdur sənin haqqında. Hətta bu barədə eşitdiyim bir şey var ki, bir xaricdə yaşayan çox savadlı psixoloq deyir ki, hansı ki bir 30 saniyəlik ürəkdən gələn dua yazdığım çox dərmandan olsun, yəni psixi dərmandan olsun, faydalı olmuşdur və yaxud hansısa bir terapiyadan faydalı olmuşdur. Bu arada burada bilmirəm 7 radələr filandır. İstədim ki, buranla başlayım. Bir-iki iş görəcəm. Bugün evlər əslində torpağın içindədir, tozludular. Toz sorunlamaq da lazımdır, silmək də lazımdır, tozları da almaq lazımdır. Sadəcə dediyim kimi o qədər ağır keçirmişəm xəstəliyi. Neçə günlərdir mən ayaq üstündə qalxa bilmirəm. Yəni bütün insanın sümükləri hamısı ağrıyır. Həm iyi bilmə qabiliyyətimi, həm dad bilmə qabiliyyətimi hamısını itirmişəm. Ən pisi də budur düşünürəm. Qalan şeylərə dözmək olur, amma buna heç dözmək olmur. Bunu nə zamandır ki etməli idim. Hansı bir sarımsaq, əzəm falan hamısı qaralı. Onların hamısı yığıram, üstünə xlor əlavə elədim ki, qalsın mən işlərimi görə onlar da özü üçün ağarsınlar. Dünən elə yoldaşıma deyirdim ki, həqiqətən də can sağlığı nemətdir. Bax, oturduğum yerdə indi məndə dadı bilmə qabiliyyəti, nə bilim, iyi bilmə qabiliyyəti falan itib. Adam elə bilir ki, elə belə də qalacaq həmişə. Yəni həqiqətən də can sağlığı necə də gözəl bir nemətdir, ancaq onu itirəndən sonra fərqində olursan. Bu videonu hansı ki marketə getməmişdən əvvəl çəkmişdim, amma sizə indi göstərmək istəyirəm. Bu mənim havayı qazandığım hədiyyələrdir. Hansı ki normalda mənim elə xasiyyətim yox, kimdənsə nəsə istəyim. Bu hədiyyələrə görə bütün tanışlarımın hamısına o Ferma ki oyunu var, Farmland yazılır. Temuda hamıya link atırsan. Link atandan sonra da ki bilmirəm, bilirsiniz ya yox, su gəlir adama və bağı sulayırsan. Sulayandan sonra da 2 dənə hədiyyə gəlir. Ən sonda inanmazdım ki belə gəlir. Gördüm tanışlar hamısı alır. Mən də həvəsləndim. Dedim ki mən də alacağam. Əslində artıq bir müddət sonra hədiyyəni boş versin. Çünki 2 dənə hədiyyədir. Qiymətləri də elə bir böyük deyil. Amma oynamaq o qədər zövq verir ki adama. Amma hədiyyələrim bunlardır. İkinci dəfə də oynayıram. Artıq udmağıma biraz qalıb. Demişəm ki day oynamayacağım. Çünki ayıbdır hamıya atırsan linki. Özü də atanda ağlamaq smiley ki yazılır üstünə. Yazılır ki ödülümü ala bilmirəm, kömək eləyin. Yəni əməli başda yazıq kimi görünürsən kənardan. Ona görə demişəm ki da ayıbdır, da 3-cü dəfə oynamayacağam.
Bugün nəhayət cəsarətimi topladım ki, bu tozları filan təmizləyim. O qədər narahat hiss edirəm ki, pəncərəni açıq qoymuşuq, bütün torpaqlar gəlib evə. Amma ki, yenə dediyim kimi heç cür canımın ağrısından durub iş görə bilmirdim. Axır ki, dedim ki, məndən vacib deyil ki, 1-2 gün dincəlim, gündəlik işləri görürdüm. Amma ki, təmizliyə bugün keçdim ki, nə bacarıramsa o qədərini təmizləyəcəm. Dua ilə əlaqəli bir nöqtə var ki, o barədə danışmaq istəyirəm. Düzdür. Məsəl üçün biz ruzi bərəkət istəsək, onu Allahdan istəməliyik. Niyə gedib kimdənsə istəməliyik? Müdürdən olsun, bizdən yüksək səviyyədə olan bir adamdan olsun, yəni imkan cəhətdən. Bunun hamısını Allahdan istəməliyik. Bu ayrı bir mövzu. Amma bir də görürsünüz ki, məsəl üçün imtahana girmək istəyən bir insan oturur, dua eləyir ki, imtahana girmək istəyirəm və Allah bunu mənə versin. Yəni yenə də Allaha dua eləməlisən. Yəni orası düzgündür. Amma ki, səbəblərə müraciət etmək də elə duanın bir parçasıdır. Məsələn, bir alma istəyiriksə, təbii ki, Allahın əlində nədir ki, bu almanı bizə hazır formada vermək. Amma bizdən istəyir ki, get ən yaxşı toxumu tap, ən yaxşı gübrəni ver, o ək, biç, becər, daha sonra isə meyvəni ye. Çünki Allah səbəblərə təsir verməz, amma ki, önəm verər. Yəni ki, Allah gözləyir ki, Allah deyir ki, məsələn, bunu eləyənə mən bunu verərəm. Yəni sən heç bir şey etmədən sadəcə Allahdan istəmək yox. Yəni nəsə bir əməl etməlisən, çalışmalısan ki, Allah da sənə nəsib etsin. Necə ki, Allahdan bir şey istəyir ki, ay Allah bunu mənə nəsib elə, onun üçün çalışmaq da elə duanın bir parçasıdır. O duadan o çalışmağın bir fərqi yoxdur. Yəni çalışmaq da özü bir duadır. Bəzən də belə bir şeylər olur. Bu da insanları bəzən dinsizliyə falan sövq eləyə bilər. Məsələn, bir şey şiddətli istəyirik, o qədər istəyirik ki, yəni onun üçün hər şey eləyərik. O dərəcədə o şeyi çox istəyirik və nə edəriksə, nə qədər şiddətli dua eləyəriksə, Allah bizə onu verməz. Və biz özümüzdə deyirik ki, yəni Allahın əlində asandı da, nə idi ki, ol deyəcəkdi, olacaqdı. Mənim bu qədər çox istədiyim bir şeyi Allah niyə mənə vermədi ki? Hətta belə düşüncələr gəlir ki, yəqin ki, Allah bizi sevmir. Bu barədə çox maraqlı bir şey eşitmişdim, çox xoşuma gəlmişdi. Təsəvvür eləyin ki, hansısa bir mağazaya getmişik və orada bir uşaq görmüşük ki, dayanmadan ağlayır. Yəni o qədər ağlayır ki, biz həqiqətən də narahat oluruq, ürəyimiz ağrıyır, istəyirik. Gedək soruşaq ki, həmin uşaqdan nə olur? Gedib soruşuruq və həmin uşaq deyir ki, şokolad istəyirəm. Və biz baxırıq ki, anasının onu almaq imkanı da var. İndi bizim uşağa ürəyimiz ağrısa, gedib özümüz şokolad alsaq və desək ki, anası nə zalım adamdır. Bir dənə uşağa bu qədər ağlamağına dözür, amma ki, bir dənə uşağa şokolad alır. Anası da bunu eşitsə gəlib bizə desə ki, görürsünüz, siz az bir ağlınızla düşünürsünüz ki, mən uşağa, yəni siz uşağı məndən daha çox sevirsiniz, amma onu ən çox sevən mənəm, ona ən çox şəfqət göstərən mənəm. Mən onun bir dəqiqəlik burada ağlamağına dözürəm. Çünki sonrasında bilirəm ki, o şokolad ona sağlamlığına zərərdir, ona və yaxud allergiyası var, ona pis təsirləyəcək. Amma siz elə fikirləşirsiniz ki, siz onu məndən daha çox istəyirsiniz. Amma mən onun ağlamağına göz yumuram, onu çox daha böyük bir şərdən, həftələrcə, aylarca yata biləcəyi bir xəstəlikdən qurtarıram. Bu arada qardaşımın uşaqları ilə gələndə oynayanda Hüseyn bu avtomatı qırmışdılar. Ona görə Hüseyn də bunu xoşlayırdı. Deyirdi, ana nə olar o avtomatı mənim üçün yapışdır. Axır ki, kley almışam, götürdüm, yapışdırdım. Yəni danışdığım o əhvalatdan da özünüz yəqin ki, nəticə çıxardırsınız. Yəni həqiqətən də bəzən bir şeyi biz çox istəyirik. Elə bilirik ki, o bizim olsa biz xoşbəxt olacağıq. Amma əzələ bilən Allah bilir ki, o bizə gəlsə biz xoşbəxt olmayacağıq və o bizə uyğun deyil və yaxud bizim zərərimizədir. Ona görə bizim ağlamağımıza göz yumur və onu bizə nəsib etmir. Hətta olur bir neçə illər sonra deyirsən ki, ay Allah, mən o duanı necə istəmişəm, yaxşı ki olmayıb. Hətta yəni sizdə də yəqin ki olub, belə dediyim anlar mənim də çox olub. Dua edərkən etdiyimiz xətalardan biri də inanmayaraq dua etməkdir. Yəni ki, elə bil ki, naümid deyirik ki, yəni əlacım saya qalıb Allah, amma ki, bilmirəm, verərsən, vermərsən, o cür dua edirik. Əslində, yəni inanaraq dua etmək lazım. Necə ki, bir padşahın qarşısına təsəvvürlə getmiş bir şey istəyirsiniz, deyirsiniz ki, bilmirəm, gücün çatmaz, verməzsən, amma bunu versən mənə daha yaxşıdır. Elə yəni padşah belə durur, bizə nəsə verməz. Ona görə bir duanı inanaraq, içdən gələrək, həqiqətən verəcəyinə əmin olaraq dua etmək lazımdır. Hətta bu barədə bir əhvalat da bir mövzudan dinləmişdim ki, hansı ki bir neçə adam, çoxlu adam deyək ki, yığışıblar bir yerə, yağmur duasına gediblər ki, yəni yağış yağsın deyə yağmur duasına gediblər və hamısı bir yerə toplanırlar. Bir uşaq gəlib deyib ki, sizin duanız qəbul olmayacaq. Uşaqlar deyiblər ki, niyə görə? Çünki deyir, inanmır
inanmayaraq eləyirsiniz duanı və heç birinizin əlində də çətir yoxdur. Həqiqətən baxanda bir insan inansa ki, o yağmur duasını dua edən kimi Allah verəcək, orada o çətir də götürməli idi. Yəni o dərəcədə inanaraq dua olunmalı idi. Yəni uşağa baxırlar, görürlər ki, həqiqətən də haqlıdır. İndi isə mövzu gəldi Allahın cavab verəcəyi, Allahın izni ilə təbii ki, duaya. Bu Həzrəti İbrahim peyğəmbərin etdiyi bir duadır. İbrahim peyğəmbər salavatullah bildiyiniz kimi hansı ki bir bütpərəst qövmə göndərilmişdi. Onlar hamısı bütpərəst idilər və həmən insanlar bir gün kənddən ayrılan vaxtı İbrahim peyğəmbər əlindəki balta ilə bütün bütlərin hamısını qırmışdı. Qırandan sonra isə ən böyük büt ki hansıdır onu saxlamışdı və baltanı onun əlinə vermişdi ki, mən bilmirəm, o gedin o bütdən, ən böyük bütdən soruşun, yəqin ki o qırıb. Bunlar hamısı Quranda keçən ayələr, hansı ki hökmdar çox hirslənir hədsiz dərəcədə və İbrahim peyğəmbəri 3 gün, 3 gecə hazırlanmış olan o qədər böyük idi ki, yəni normalda o atəşə yaxınlaşmaq qeyri-mümkün idi və mancanaq düzəldirlər. Mancanaqdakı o İbrahim peyğəmbəri həmən ocağa atmaq üçün hazırlanır. Bu da bir şeytanın bir fikri olur ki, belə mancanaq hazırlayın və İbrahim peyğəmbəri həmən oda atın ki, orada yansın. Tam 3 gün, 3 gecə hazırlanmış ocağa ki, mancanağa qoyublar İbrahim peyğəmbəri atılarkən Cəbrail əleyhissalam peyğəmbərimizin yanına yaxınlaşır və deyir ki, ey İbrahim, səni bu oddan qurtarmağımı istəyirsən ya yox? İbrahim peyğəmbər isə həmən vaxtı cavab verir ki, ey Cəbrail, Allahın bundan xəbəri var, məndən xəbəri var ya yox? O da deyir ki, əlbəttə ki, Allah hər şeyi görür və hər şeydən xəbərdardır. Peyğəmbərimiz buyurur ki, o zaman mən sənin yardımını istəmirəm. Allah mənə yetər, o nə gözəl vəkildir deyir və nə olur sonra peyğəmbərimizi ocağa atırlar. Allah Teala isə hansı ki ocağa İbrahimi yandırma əmrini verir. Hansı ki peyğəmbərimizin həsbunallahu və ni'məl vəkil, yəni Allah gözəl vəkildir deməsi, yəni onun təslimiyyət duasıdır. Yəni o qədər təslim olur ki, vəkil nə deməkdir? Yəni bir insana vəkilin olar, həmən vəkilə sən vəkalət verərsən ki, sənin yerinə hər bir işi görsün. O dərəcədə təslim olarsan, güvənərsən. Burada da bu təslimiyyət duasıdır. İbrahim peyğəmbər Allaha o qədər güvənir ki, o qədər təslim olur ki, sorğu-sual etmədən və od onu yandırmır. 3 gün orada qalmağına baxmayaraq od onu yandırmır. Amma biz necə edirik? Deyirik ki, biz də təslim olduq, biz də Allahdan istəyirik. Elə bil ki, kiməsə bir vəkil tuturuq özümüzə. Həmən vəkilə dayanmadan zəng eləyirik, deyirik ki, həqiqətən səncə yaxşı olacaq, səncə bu iş alınacaq. Mən sənə güvənə bilərəm, nə dərəcədə sən mənim işimi yaxşı görəcəksən. Çox narahatam. Həmən vəkil nə deyər? Deyər ki, məni neynirdin əgər mənə güvənmirdinsə, biz də tam olaraq onu eləyirik. Əslində, yəni dediyim kimi Allah bizə tutalım ki, bir alma istəyiriksə mütləq deyir ki, gedin o toxumu əkin. Allahın o toxuma və yaxud bizim əkməyimizə ehtiyac yoxdur. Sadəcə bu feili duadır. Yəni mütləqdir ki, biz nəsə çalışmalıyıq. Daha sonra isə əlimizdən gələn hər bir şey etdikdən sonra isə bütün nə nəticə varsa onu Allaha buraxmalıyıq da, axırından şübhə eləməməliyik, alındı, alınmadı. Hamısını deyirik ki, yəni əlimdən gələni etdim, nəticəsini sənə buraxıram. Əgər mənə xeyirlidirsə nəsib et, xeyirli deyilsə nəsib etmə. Bu sözü mütləq deməliyik, deməyi bacarmalıyıq. Bu arada bütün evləri tozdan anladım. İnanın ki, burada da hələ elə ağrıyıram ki, amma ki artıq təmizləmək lazım idi. Üst-üstə gələndə də adama xüsusi başqa bir ağrılar verir. Bunları da yudum. Hamısı qəşəng ağarmışdı, amma bir dənə hansı ki bu qosun, fındıq sındıran rəngini görürsünüz. Burada qapqarı olub, bu gümüşü idi. Deməli bunlarda işə yarımadı, yaxşı olmadı. Bir də taxta bıçaq ki var idi, xlorda qaldı. Taxta bıçağın rəngi bu günə qaldı. Qalanları isə sarımsaq əzən olsun, kartof soyan olsun. Elə yaxşı olub ki qalandan sonra xlorda. Təbii ki bu xloru atmıram. Niyə görə? Dedim ki yaxşı xlorlu sudu da niyə atım ki? İçərisinə nə qədər keramika qablar, zatlar var. Onların hamısını doldururam. Bunun içərisinə hətta sizə indi burada göstərmədim çox. Stəkanlar filan hamısını ondan ağartdım. Yəni istifadə elədim, atmadım. Bu keramikalar çox tez rəngi tutur. Çox tez qaralır. Bir dəqiqədə gördünüz necə ağıldı. Əsasda belə setkaları yaxşı ağardır. Məndə bax qaralıb. Bu da elə qaraydı, bunu ağappaq elədim. İndi onlar da ağarsın, götürəcəm. Burada istəyirəm ki, yavaş-yavaş videonu sonlandırım. Təşəkkür edirəm ki, videonu izlədiniz. Sözümü kəsib istəmədim ki, bu sözü deyim, amma indi deyirəm ki, videoya rəy yazmağı, like eləməyi və abunə olmağı unutmayın lütfən.